olsa ne demek? Gene de var. Ben bir bisikletinde var. Ama geçesi olmayacak. Şimdi dayandı da. Acaba yakışıyor. O ne? Hamımız üçe. Ha, çok sağ ol. Biraz da. Bir bağlacadan, bir bağlacadan. Ama o tarafta. Dağımızda dayanmıyor. Ama o tarafta. 1, 2, 3. Ben de öyle. Mustafa gece oldu. Hamımız arkada gidin. Arkaya. Başlamayın da yarış. Ay vallahi. Hamımız arkaya. Biraz da arkaya. Şimdi arkaya başlamayın. Biraz da arkaya. Ama arkada gidin. Geçin. Məktəb direktorları, qonaqlar. Bir həftə ərzində biz Quba Şahmat Məktəbində Azərbaycan Respublikası Gənclər İdman və Turizm Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi plana əsasən Azərbaycan Dövləti Şahmat Federasiyasının keçirdiyi 16 yaşadək gənclərin Respublika Olimpiyadasının iştirakçısı olduq sizinlə bir yerdə və bizə elə gəlir ki, Olimpiyadanı Deyirəm, belə yarış yox idi. Amma o bir il gəlirik, yenə yarış artır. İndi çalışarıq ki, o birisi il, bilmirəm da, belə olsa gərək haradasa bir super otel alaq, bir də super oyun yeri, belə ona görə ki, gündən iştirakçıların sayı artır, biz də heç kəsi qaytarmırıq. Kim gəlir, hamı iştirak edir və yarış çox gözəldir. İndi kimsə bəlkə razı keçin, yox, siz keçin. Mən bütün turniri deyirdim ki, yəqin ki, yəni ki, belə yüksək səviyyəli yarış, mən bir də deyirəm, yaxşı olar ki, hər yerdə olsun, hər yerdə keçirilsin və siz sonra dünyada, Avropada bizi təmsil edir. İndi isə keçək, birinci ən asandı nisbətən komanda hesabatıdır, keçək komanda hesabatı. Deməli, Sumqayıt şəhəri birinci yerə, həmişə ənənəvi bunlar birinci yerə çıxıb, gəlsinlər. Bütün komanda özləri dəvət olunur. Rəhimov Beyrək, Həsənov Rəşad, Durar Beyli Vasif və Baxtiyarlı Aysel. Həm də müəllimləri İlham müəllim gəlsin. Hamı, bütün komanda dəvət olunur bura. Yaxşıca bunlara əlçan. İlham müəllim. Komanda müəllim də gəlməli. Çox qəsid ki, bizdə son illərdə bu yaddan çıxayıb. Müəllim əzidir, zəhmət edir. Buyurun, İlham müəllim, qoqur sizə. Sağ olun. Bir də kubok, diplom sizə. Baxtiyarlı Aysel. Duran Beyli Vasif. Mənim dostum da onun üçün deyirəm sən ver. Həsənov Rəşad. Və Rəhimov Beyrək. Bu komanda nəticəsi. Deməli, Həmkarlar Cəmiyyətinin Şahmut Dama klubu ikinci yerə çıxdı. Buyursun. Bütün komanda. Amma diplomlar yalnız burada komandaya və kubok. Gəlsin kapitan. Gəlmək kesindir. Bir nəfər gəlsin. Yol verin, gəlsin. Ya hamı gəlsin, tanısınlar və komandanın məşqçisi də imkan olsa gəlsin. Bütün komanda gəlsin, onları tanısınlar. Gərək ki, bəs kimdir? Təbriklər. Bu, komandanın kapitanı. Oradan baxıyor görsənir. Və özün, Qüdrət müəllim, sən təbrik edə. Gəncə komandası 3-cü yerə çıxdı. 3-cü yerə çıxan Gəncə komandası. Özdə son zamanda, son dəqiqələr hamı gəlsin. Müəllimləri hamı. Kimdir də üçüncü kimdir? Dördüncü. Dördüncü olan üçüncü kimdir sizdə? Hanı Cavanşir? Var. Vüqa. Təbrik.
Təbriklər, uğurlar. Qalan yerlərdir. Sonra kim istəyər burada tanış olar. Ümumi deməli nəticələr burada çox əlbəttə bildiniz, başa düşdünüz ki, çox bilirəm, çıxısıdır. İştirakçıların sayı o kadar idi ki 4 nəfər birinci, dördüncü yeri tutmuşdu, bölmüşdü. Amma əmsallara görə Cəfərli Əlizamin, Lənkəran. Deyəsən dostları çoxdur, ha, güzel çalış. Bir də əl çalın gəlsin də. Ayaqlamayacaqsan Ali, bəsdir, ayıb olsun, böyümüsən. Verərik də, dayan. İkinci yerə bir dəqiqə gene mükafatlar verilir. Xahiş edirik ki orada Kim mükafat alıbsa ben diyeyim Fatma. Ne de adı? Tevekkül Məli. Siz orada deməli 4 iştirakçı hamısı 7 xal yarım yığıb. 1/4 yerləri bölüşdürdü. Abdullah Orhan 3. yer. Yol verin. Şekil de keseyip, bu yadigardı. Bir et dağla kesiyor. Ben neçə dəqiqə kadar deyirik. Ve İdrisov Təbriz. 4. yer ama biz şimdi əlavə. Heç o da planda yok idi ama biz belə qərara gəldik. Eyni xal toplayıblar. Eyni xal da əziyyət çəkib. 7 xal yarım toplayıb. İndi kızların birinci yerleri, ümumi yerler. Burada bir de deyirəm, hamı yadında saxlasın. Burada Avdi ve Victoria 2. yer. Burada da bölünen yerler var idi ama burada yaş gruplarına düşüblər. Onun için biz sonra diyeceğiz. Abbaszadə Arzu. Yeter. 14 yaşlı oğlanlar. Resulullah Vügar, Gence. Bağırov Cavanşir, o da Gence. Ve Babaev Orhan Göçer. Gedib, köçüb. Geldik. Gedin hamı mükafatlara kol çekin. Gedin gol çekin orada. Kim ne alıb gol çekin. 14 yaş kızlar. Kurbanova Leman. Azerbaycan çempiyonunda 14 yaşlılardı. Kazımova Melek. Lənkəran. Bəs Ceyhun müəllim nə ağlayırdı? Biz yer tutmadıq da heç kəs. Və Paşayeva Ziyarət. Sağ olun. 12 yaş kızlar. Vəliyeva Xəyələ. Vəliyeva Xəyələ Tovuz. Gəlsin. Bu qüdrətlərini təbrik edək. Bir seçim de var. Talibova Fidan. Aradın mı? Fidan. Hardan? Ucardan. Ha, Ucar. Sonra Zahidova Əfsanə. Zahidova Əfsanə Şamaxı.
Tebrikler. Biraz daha çekin. Dala arkaya çekin biraz. Biraz da çekilin, sonra şekil biz çıkacak. Ha. Burada şekil çekirler, çoxlu şekil çekirler, sonra deməli 10 yaşlılar, Əliyev və Nigar, Bakı. Təbrik. Uğurlar sənə. Nigar indi yaxşı Avropa çempionatda oynamışdı, mən açılışda demişdim. Rəhimli İzzət. Təbriklər. Zərdabdandı. Mədəli və Ülviyə Gəncə. Ayan, Fikrət müəllim səni təbrik edirdi. Və 4-cü yer bu yaş qrupda eyni idi. Onun üçün biz yalnız orada xırda əmsala görə 4-cü yeri də ayırdıq. Şahgəldiyev Riyana. Gedibdir, qoyun, deyirlər gedib. Qoyun orada çatdırarıq. Təbrik edirəm, sən gərək çempion olsun, dünya çempionu olasın. Hacan olacaqsın. Aynen Eylül'e Ha? yakın yer. Hacan olacaqsan dünya, söz ver, bax cemaat arasındakı dünya çempionu olacaqsan, ha? Aferin sənə. İndi keçək oğlanların turnuva. 12 yaş. 12? 12 yaxşı, 12 olsun, fərq eləmir, yaş, növbə fərq eləmir. İnciməz kim? Deməli, Məmmədov Ayaz, Gəncə. Bəli, bir də, şükürsən, orada da gəlmir. Ayaz, mən səni tərifləyirəm hər yerdə, sən də. Orucov Anar, biləti var, biz də indi Bakıya köçüb, Rusiyadan bizim həmyerlimizdir. O gün deməli Avropa Dünya Çempionu özü yaxınlaşdı mənim yanıma, deyir, mən falan kəsim. Yoxdur Anar, amma onu çatdırarıq, o indi Bakıda olacaq. Və Cəlalzadə Elvin, Əli Bayramlı. Təbrik edirik. Bu deməli 10 yaş oğlanlar. Verdikdən açılır. Deməli Məmmədov Zavur. Baxşiyev Həbib. Oo, Həbibov. Təbriklər. Dayan da əvvəlcə əl ver, sonra mükafatı apar. Rızadə Fuad. Əhmədzadə Fuad. O da Biləsuvardandır, ya Beyləqandandır. Beyləqandan, təbriklər. Əvvəlcə əl ver. Sonra mükafat qaçmır sizdən. Sonra kim? Sen ver onu, sen ev sahibisən, qonaqlıqlar. Bizim bir neçə mükafatımız var. Yarışlarda özünü yaxşı göstərən, fəal göstərən şahmatçılara. Birinci növbədə İran İslam Respublikasından iştirakçımız olub Fərzin Kəməri. Neçə xal yığdın? Neçə xal yığdın? 5 yarım. 5 yarım. 5 yarım, güzel. Bu 5, bu da üstündə yarım. Sonra kim? İlk yaşda bizim iştirakçımız var, çox simpatiksin, yaxşı oynayır, yüksək nəticə göstərir. Mikhailov Rauf. Görürsünüz balaca oğlan da əvvəlcə əl verir, sonra mükafat, qaçmır mükafat, düz eləyir. Kişidir. Kimdir? Bir də Azər Abdullayev, deməli, Yaxşı Şuşa oyuncu. şəhərindən iştirak edir. Şuşa şəhərinin nümayəndəsidir. Buradadır. Abdullayev Azər. Gelmeyin. Ha. Bununla bizim yarışımız başa çattı. Kime mükafat çatmadı? Çekil gel. Tamam. Şey yok, tezgahta yok.